bəzən öz adımızı bir kimsə də görəndə bəzən təəssüflənərik ki, yəni belə ad biri məndə, biri onda və yaxud da bir körpəyə ad qoymaq istəyəndə, bir ad təklif eləyəndə o adda əgər tanıdığımız heç sevilməyən, xoşa gəlməyən, cəmiyyətə yararsız biri olarsa, o adın sanki üzərinə öz enerjisini qondurar deyə o addan həmişə çox uzaq qaçarıq və mən də çox böyük bir hörmətlə eyni adı daşımaqdan da şərəf duyduğum Axund Azərə bu dəqiqələrdə sözü verəcəyəm, bizim dəyərli ilahiyyatçımıza. Eyni zamanda bilirsinizsə, onun da qələminin ayrıca bir gücü var, bir qiyməti var. Axund, xoş gəlmisiniz. Salam aleyküm, buyurun, mikrofon sizin ixtiyarınızdadır. Söz. Bismillahirrahmanirrahim. Allah qəriq rəhmət eləsin bu sənətkara, Tofiq Bayrama. Burada dəyərli insanlar cəm olub. Niyə görə dəyərli deyirəm? Çünki dəyərliyə qiymət verən, dəyər verən dəyərli insanlar olar. Hər adama qismət olmur ki, dəyərli insana lazımı dəyərini versin. Söz belə bir aləmdir ki, söz möcüzədir. Bu möcüzə aləmində nə qədər çox söz deyən var, amma ad qoyan azdır. Allah Teala deyir ki, və nəktubu ma qəddamu. Və nəktubu, yəni yazırıq. Kitab sözünü. Və nəktubu ma qəddamu. Ne ki təqdim eləyirsiniz. Bütün əməllərinizi yazırıq. Və nəktubu ma qəddamu. Dalıcan deyir ki, və asarıq. Yaxşı, təqdim elədiyimizi yazırlar. Bəs əsər? Əsər odur ki, insan özü gedəndən sonra elə bir şey qoyur ki, salih övlad ola bilər, nə bilim, məscid tikdirər, məktəb tikdirər, yol çəkdirər və özü gedəndən sonra da onun xeyir işləri yazılar. Bu kişi o kişilərdən idi ki, özü cismən getsə də əsərləri yaşayır və onu tanıyanlar həmişə var. Mən şəxsən o ilə üzbəüz görüşməmişəm. Mən onu hardan tanımışam? Şeirlərindən. Aristotelin sözü var, deyir, danış ki, səni görüm. Və yaxud Əli əleyhissalamdan misal çəkdilər. Kişi dilinin altında yatır. Kişi danışanda bilinir o kimdir. Və hər bir şairin necə şair olduğu, hansı əqidədə olduğunu bilmək istəyirsənsə, bir dənə şeirindən misal çəksən, kifayət eləyir. Bir dənə şeirindən misal çəkinən.